Mhm. Kenar orta uşaqlar evə vermişdim Galata test 1 2 3 4. Arkadaşlar lütfen hiçbir sorumuz kalmasın. Bunları müzakirə edelim. Bir saniye bunun kablosunu da bağlayayım. Ümumiyyətlə Süleyman sualın yoxdur məncə, düzdürmü sənin? Məndə bir dənə sual var. Test Bir 4-dən dənə sual hesablamışdım. var. Nigar səndə bəs? Var mənim suallarım. Var sənin sualların. Sual qoy bir dinlə bunu da qoyum altına bilgisayarımın. Hı hı. O zaman başladık değerli kardeşlerim. Test 1'de Kamil de yoktu. Yəqin indi qoşularlar Zərfəgil falanlar. Qoşularlar. Ferdi buyurun sualımızı soralım arkadaşlar. Test 1'de. 12 var benim bir. Test 1'de 12 diyorsun. Hı hı. Güzel bir sual. Biz ne demiştik? Medyanlar sahəni 6 beraber hissəyə bölürlər. Düzdür mü uşaqlar? Ama 3 tanesini çektiğimiz zaman arkadaşlar 3 beraber hissəyə bölürlər. Mən yenə hər ehtimala qarşı yaddaşda qalsın deyə ABC 150'sini böldüğüm zaman 6 istəyə nə olacaqdır arkadaşlar? 25, 25, 25, 25, 25, 25 olacaktır. Tamam mı? AGC'ni isteyecek bize. Hani AGC? Babdi buranı isteyecek. Yani 50 olacak. Başladın mı Kamran? Bəli, bəli. Hı hı. Bunlar aslında suallardır. Test 1'de başka var mı Ferit Halilli? Zeynep. Məndə yoxdur, Test mənim birdə üçün. yoxdur, 2-də var. Test 2'de Test 2'de benim mağazım niye belə eləyir bilmirəm. Aha, test 2'de buyurunuz rебята. Давайте же трудно. Buyurun. Test 2 buyurun. 9-cu sual. Dokuzuncu sual nerede? Aha burada. Güzel bir soruyla karşı karşıyayız. Şimdi kimse geldi derse, zərfə geldi, kabul edelim derse. Aha. Dokuzuncu sual. Eğer biz bunu bu şekilde uzattığımız zaman beraber yanı üç bucaqda çektiğimiz zaman hem median hem tembelen hem hündürlüğü. Median olduğu için 8 8 bölünecek. 10 8 6 olur. Biz de bilirik ki medianlar kəskəndə 2'ye 1 nisbətində, yəni 4'e 2 olacaq. Dolayısıyla x'in karesi neye eşittir? 2'nin karesi artı 8'in karesi o da edir neçə? 68. X de beraberdir kök altı 68'e. O da 4 vur 17 de düz öyle 2 kök altında 17 yani D bəndi. Soramışlar test 2'den. 12 var hocam. 10-cu sual. 12 var hocam diyorsunuz. Tane tane ya arkadaşlar hepsini çözeceğiz. Median olduğu için 3 kök 3 olduğuna göre 3 kök 3 olur. Tamam mı? Bize deyir ki AC BY'ye perpendikülerdir. Biz de bilirik ki medianlar kəskəndə 2'nin 1'e nisbətində, yani x'in 2x nisbətində bölünür. Tamam mı? İndi ABY üçgeninde Evklit teoremi neceydi arkadaşlar? 3 kök 3'ün karesi beraberdir. X çarpı 3x'a. Tamam. Bu da 27 eşittir 3x kareye. X kare eşittir 9'a. X de neye beraberdir? 3'e. Yani C şıkkı. Anlamayan da lütfen soralım arkadaşlar. Lütfen. 10-cu sualda baxarsınız hemen. Tabii canım, tabii tabii tabii. Arkadaşlar bunları not aldınız mı? Şeylediniz mi? 10. sual. Hı hı. Zeynep necə eləyir 10. sualı? Mən də 10-cu sualı dedim, müəllim. Nigar necə eləyir ay Nigar? 10-cu sualda burada 12, 16-dırsa eğer yani düzbucaqlı üçbucaq olduğu üçün bir səhv 20 olur. Sonra da medianı düsturuna əsasən Çok tapmışam. güzel. Sonra da Bəli, 3-ə bəli, böləcəm. bəli. Halal olsun bala. Evet. Biz de bilirik ki 10 median olanda muhteşem üsul olur. 10, 10, 10. Üçü birbirine beraber. A 2A olanda burada olur 10. Yani 3A beraberdir 10'a. A niye beraberdir? 10 bölünsün 3'e. Bizden de 2A'nı istediğine göre olacak ne? 20 bölü 3 yani D şıkkı.
Bunlara yeni sorular lazım uşaqlara. Asan testler yaptıracağım birazdan. Arkadaşlar Kamran xahiş ederim. Hara anlamadıysanız diyelim. Aydın müəllim. Sonra uşaqlar. Var mı bu testte başka? Zeynep soralım. Nigar. Zərfə necəsən ay Zərfə? Yaxşıyam müəllim, siz necəsiz? Çok sağ ol. Allah razı olsun. Var mı Kamran başka sualımız? Kamil derse koşulmadı hele ki. İkinci test Bilmirəm. var müəllim. Tamam. Keçiyorum üçüncü teste. Üçüncü test. Buyurunuz Rebiyata. Arkadaşlar buyurun. Üçüncü test. Dördüncü sual. Bəli. Bəli. Medyanın bizzat düzbucaqlı, üçbucaqdakı özelliği. Şimdi arkadaşlar deməli belə misalları görəndə promoy medianı çəkirəm. Tamam mı? Medianı çəkəndə 2K'dırsa K bölünür. Tamam mı? Bölünür. İndi. İkisi də bir-birinə bölünəndə aydın da muhteşem üçləmələr gəlinə görə. Biz görürük ki, AM ilə AD bərabər yanlısı alınır. Tamam mı? AM ilə. Deməli, burada da 20 olduğuna görə 20 olur. Dış açı 40 olur. AM ilə AD də bir-birinə bərabər olduğu üçün burada 20 olur. Çünki ikizkənardır da uşaqlar AM ilə AD. Tamam. İndi bura 70 olduğu için burada 70 olur. İkizkenar yani AM, BM, MC olduğuna göre. 70'ten de 20'ni çıxanda ne kaldı uşaqlar burada? 50 derece kalmış oldu. Müəllim, Efendim? orada ADC 40 olmalı deyil ki. 40 olmalıdır bəli. Dikkat etmemişim. AM ilə AD bir-birinə eşit olacaq. 70'den de 40 çıxanda elədi 30. Evet. Küçük bir hesablama yanlışlığı oldu. Ben AB'ni AB'ye eşit götürdüm. Anlaşıldı değil mi arkadaşlar? Nigar başınızda yakın ki Zeynep. Fatime başınızda yakın ki. Buna yine sual olmalıdır. Bir tane daha da olmalıdır ile bileyim. En azı iki tane, üç tane. De ikinci soru. Aynısı. Bilmirəm eləmisiniz yoxsa bir tane daha örnek vermiş olayım. Fərdin dediği o mexaniki səhvə görəm. Buradanı birləşdirəndə mənim balalarım, bura olacaq neçə M? Üçü də birinə bərabər olanda 20 isə 20 olur. 20 isə 20 gələndə 40 olur. Deməli 40 olanda AB də AM-ə bərabər olduğu üçün 8-dirsə, bura 8 olur, 8 olur, 8 olur. 8-in isə 8 gələndə nə eləyir? 16, yəni Y bəndi. Aynı soru Zeynep çözdüm. Sormuşlar test 3'te buyurun. 3. Nigar sen ne diyorsun soracağım. Bəli müəllim. Zərfə necə eləyirik mənim balam? Burada əvvəlcə G-dən aşağı tamamlayırıq. Все, Yəni medianı все, tamamlayırıq. все. Sonra Ondan sonra dərəcələri yazmaq lazım. Orada biz sonra digər tərəfi 75 yazırıq. Ondan sonra o 20 vermişdi bizə. AG-ni 20 verib. AG 20-dirsə, yox, AG-ni sonradan tapdım 20. Birinci GD-ni 5 verib bizə. 30 dərəcəyə görə o birisi də 10 olur. Digər tərəf 15 olur. Digər tərəfdə 15 dərəcə bərabərdir. Hə, bəli müəllim. məncə ardıcıllığı eyni YBX yolundan başladınız. Şimdi Zərfənin sözünü kesmek istemedim. Şimdi biz uzadan kimi hemen arkadaşlar yəqin anlayanlar oldu. Şimdi 15-15 olunca bura belə deyim də GMD üçgənində 30 dərəcə oldu. Oldu 30-60-90. Bizə verir bax 5, GD'nin 5 oldu. 30'un qabağındakı 5'dirsə 90'ın qabağındakı o olur. CM 10 olduğuna göre yukarı 2 katı olur. Yani option ne olur? 30 olur. 30, 30, 30,
Toplam oldu neçə? 60. Başlayayım mı Ay Nigar? Bəli, müəllim. Fərid Xəlili başladınız mı? Kamran başladınız mı? Bəli, müəllim Bəli. yazmışdım. Eləmişdin, lap yaxşı. Sorum test düşdü uşaqlar. Sualımız qalmasın. Haydi bir elə eləyək ki, testlərə vaxtımız çatsın. Çalan vaxtımız var, bayağı vaxtımız var. Test düşdü başqa. 11 var müəllim. 11 var. Nerede 11? Aha burası. Medyanın düsturu. Medyanın düsturu necəydi Kamran? 2 vurulsun 10 medyanın kvadratı digər kvadratı. 8'in kvadratı. Üste gelinsin 6'nın kvadratı. Altın Çıxılsın qarşının kvadratı. Bölünsün 2'ye. Bu da olur 2x kare bərabərdir. 64 üstə gəl 36 çıxılsın 16 bölü 2 8'e. Bu da neçə eləyir? 92 eləməlidir elə bilirəm, düzdür? X kare bərabərdir 46'ya. X da bərabərdir kök altında nəyə? 46'ya. Yəni B bəndi. Bu asan sual idi ki, medyanın hazır düsturu idi Kamran. Ha, orada axırda çıxmamışdım mənim ona görə səhv çıxdı cavab. Apelsin yemişsən, nə? Axırda çıxmamışdım 8 Ha, ona ha, görə cavab axırda çıxmadı. çıxma. Yəni, bir apelsin yeyim. Sonra uşaqlar test düşdə Zeynəb, test düşdə. 12-ci sual. Güzel bir soru. Bak biraz önceki Kamran sualın biraz daha da başka forması. Şöyle bir şey yapabilir miyiz? Buradan bir tane uzadan daha. 3 ise 6'dır. 4 ise bura 8'dir. Gelin buraya bir tane M diyelim. Yani BCC üçgeninde aşağıdaki üçgende medyanın üstünü yazalım. 2M kare beraberdir. 8'in karesi üste gelsin 6'nın karesi. Çıkılsın ay uşaqlar. 4 kök 5'in karesi bölünsün neye? 2'ye. Tamam mı? Tamam. 2m kare eşittir 64 üstə gəl 36 eləyir 100. Çıxılsın 80 nerede elə biləm ki 4 kök 5'in karesi 2'ye böləndə eləyir 40. Bərabərdir 60'a. M kare bərabərdir 30'a. M də nəyə bərabərdir? Kök altında 30'a. M kök altında 30 olursa yuxarı nə olur? 2 kök altında 30 olur. Dokuz. Evet, götürürəm uşaqlar. Yəqin not aldınız. Neçə? 9. Bu sual. Bəli. Bunu asan sualdır ki, ay şey Nigar, bu anlamadım. Sənə görə asanlıqdır budur. Üçü də birinə bərabərdir. 40'dır, 40'dır. 80 bu da elədir 100 də. Все, C bəndi. Bildim. Test 3'te Zeynep var mı başka? Nigar, Zərife, Kamran var mı test 3'te başka? Süleyman, Mehrab, Fatime, Ferit. Zannedersem yoktur. Keçdi test 4'də. Test 4'də bir xeyli sualımız olacaqdır. Yəqin ki, özellikle sahələrlə bağlı, alanlarla bağlı sorularımızı mutlaka soracaqsınız. Buyurunuz Reviyata. 2 var Beş. hocam. 2 var. 2 en çok her dərsdə demək olar ki, soruşulan sorulardan. Burada əslində çətin bir sual değil. Misal içində 2 tane misaldır. Şimdi ABC eşkenardır. Tamam. 60, 60. Bunu eğer biz bu şekilde yaparsak olacak ne? Hem medyan hem tembelen hem o 30-30 olduğuna göre burası aşağıya 90 derece kalacaktır. Tamam. Bize değil ki perimetre ABC 36'dır. O zaman 3'e bölen elədi 12, 12. Bu da ne olacaktır? 6, 6 olacaktır. 30'un qabağındakı 6'dırsa 60'ın qabağındakı ne olur arkadaşlar? 6 kök 3. Biz de bilirik ki bu 2'nin 1'e bölündüğüne göre 2 kök 3 ilə 4 kök 3 kimi bölünəcək. Bu niye göre belə olur uşaqlar? Median kəskəndə 2'nin 1'e bölünür axı. Onun için. Tamam. Şimdi geldik aşağıya. Bunları eğer birleştirəndə 90 derecede
Düzbucaqlı, üstbucaqlı median çekiləndə üçü də birinə bərabərdir. 6, 6, 6. Bu da 4-ün 2-yə bölünür. Yəni 2-nin 1 olduğu üçün 2 kök 3 üstə gəl 2 olacaqdır. Görün kim haraya anlamadıysa lütfen sorsun. Fatıma haran başladınız Nigar? Kamran. Başa düşdüm mən. Çok güzel. Beşinci sual səhvdir ha. Ona fikir vermeyin. Beşinci sual bu testdə səhvdir. Sonra uşaqlar bu testdə sonra test eləyəcəyiz baya ver. Səkkizin altı Məndə olmalı. 6 da var hocam. Tabii lütfen arkadaşlar soralım. Sorularımız kalmasın. 6 da var diyorsun. Güzel bir soru 6. sual. Kamran kömək elə mən 6-nı. Necə eləyirik? Bir ağlar buna aid O- sual elədik. Bəli, düzbucaqlı üstbucaq gəldir. Həm C'dən keçirdik. Qəşəng. Sonra olur 15, 15. Düzdürmü mənim balam? Bəli. Burada olur 30. Çok Oradan savadlı 15 olur, olan. 30 Aşağı ne olur, olur onda? 4 60 olur. Olur 12. Bəli. 90'ın qabağındakı 12 ise 30'un qabağındakı yarısı olur. Olur 6. Все. 6. Bitti. Sonra uşaqlar test 4'də deyin. 8 mən. 8. Yeddini kimsə sormadı. Amma 7 çox çətin bir sualdır ha. Tam imtahan sualdır. Zərfə izah eləsənə 7-ni. Orada birincisi biz baxırıq FG, bir də GY. Orada GY x-dırsa əgər, o bir tərəfdə x, onun 2 qatı olur da x, x. Yəni, Bəli. Bu şəkildə oldu. ondan A. sonra Sonra A-dan D-yə əgər 18 veribsə, AG 12 olur. aşağıda 6 olur 8 və bu avtomatik hissəsi olaraq. 6. Çok güzel. Altında 2, altında 1-in 2-yə nisbətdə olur 2, 4. Amma hansı üçgəndə olur o? CD hansı üçgəndə birləşdirməmiz lazım? Orada bir dənə üçgən Ondan formalaşdırmam. sonra FD ilə YD. Nə F ilə? ilə D-ni birləşdir. FD, YD. Onları birləşdiririk. Xətləri üçbucaq yaranır. FD-ni birləşdiririk. Çünki orada median olur da, orada. Hara median olur? Tam anlamadım. Məncə Ee, C ilə C-ni birləşdirəndə, məncə. Düzdürmü? Məncə bu şəkildə birləşdirdim. BGC üçgənində CD mediandır, CF də mediandır. Medianlar da kəsişəndə 2-nin 1-ə nisbətində bölünür. GL də oldu neçə? 4. Görün anladınız mı arkadaşlar? Bu çox çətin misal idi ha. Bilmirəm kimlər eləmişdi. Nigar başladınız, aynı Nigar eləmişdiniz yoksa? Eləmişdim. Çok güzel. Kamran başladın mı? Ay Kamran. Bəli, mənim yazdım. Çok güzel. Sonra neçə dediniz? 8 dediniz. BC 36'dır. Tamam. Buradan bir dənə uzadanda belə M
Onda olacağına 18, 18. Ha, bu benzerliği sorusu oldu arkadaşlar. Bu A'ya 2A olur. Tamam mı? İndi benzerliği belə bir şey var idi uşaqlar. Bunu keçəcəz gələn dərslərimizdə. CY'nin 18'e nisbəti. Bunu hələ keçməmişik. Podobni trigononiklər var. Zeynəb. CY'nin üzərində olan 2A'nın общi 3A'ya nisbəti. A'lar getdilər. 18'i 3'e böləndə 6 elədi. C'ye de oldu nə? 6 2'nin 12'ye. Yani C bəndi. Lütfen görün kim anlamadıysa. Bunu hələ keçməmişik deyə. Ona göre çok şey demək istemedim. Ne yalan diyeyim. Anladınız mı benim balalarım? Anladınız. Başka ne hansı? Başka hansı uşaqlar? İşimiz çoktur, testimiz çoktur. Başka hansı? 9-cu sual. 9'uncu sual. Neredesin sen? Oo, çok asan sual. Kamran de göre necə eləyərik bunu? Bunlar şey demem x olacak. 2 vurulsun x çıkılsın 3. Bəli. Deməli, median X necə idi? Ay Zeynəb, Nəcəb? Həmişə 2, yuxarı aşağıdan 1. 2x bərabərdir x artı 3'ə. X bərabərdir neçəyə? 3'ə. 3'dür, burada olur 6. Yuxarı yenə də bərabərdir. Y üstəgəl 2 bərabərdir. 2 vurulsun y minus 1'ə. Y üstəgəlinsin 2 bərabərdir. 2y minus 2'ye. Y de neye beraberdi? 4'e. 4 o da 3 toplam elədi neçə? 7. Sonra uşaqlar, sonra testlərə keçək. Sonra uşaqlar. Yoxdur sualımız Tay, Zeynəb. Nigar yoxdur. Yox, müəllim. 11-ci sual bir də var idi. 11. sual. Neredesin sen? Hı -hı. Bu necə olurdu Kamran? 3 1 2 nisbətində bölünürdü, düzdür? Bu şəkildə çəkəndə Bəli müəllim. 3 1 2 nisbətində bölünürdü. 2 dəfə böyüdüsə 2 dəfə böyüdü, 2 dəfə böyüdü. O zaman düzbucaqlı üçbucaqda çəkiləndə belə deyəlim də AM nə oldu? 6 2 12 oldu. 12 12 12 oldu. O da neçə elədi uşaqlar? 24 elədi. Keçeyim uşaqlar şeyə, nədən adı, yeni testlərə. Keçəlim.